Zəbur 92-ci məzmur. Məzmur. Şənbə günü üçün bir ilahi. Nə yaxşıdır Rəbbə şükür eləmək. Ey Haqq Teala, isminə tərənnüm söyləmək. Hər səhər məhəbbətini elan eləmək, hər gecə sədaqətini bəyan eləmək. On telli alətin avazı ilə, liranın, çəngin sədası ilə oxumaq. Çünki, ya Rəbb, əməllərindən məni sevindirmisən. Əllərinin işlərinə görə səni məth eləyirəm. Ya Rəbb, sənin işlərin nə qədər əzəmətlidir. Sənin fikirlərin dərindən dərindir. Nadan insan bunu heç vaxt bilməz. Axmaq insan bunu dərk eləməz. Pislər ot kimi bitsə də, bütün şər iş görənlər çiçəklənsə də, əbədilik yox olacaqlar. Amma ya Rəbb, sən əbədi ucasan. Ya Rəbb, düşmənlərin mütləq qırılacaq. Bütün şər iş görənlər darmadağın olacaq. Sən mənə çöl öküzü kimi güc vermisən. Başıma təzə zeytun yağı çəkmisən. Düşmənlərimin yerə sərilməsini gözlərimlə gördüm. Bədxahlarımın can verməsini qulaqlarımla eşitdim. Salihlər xurma ağacı kimi göyərir, livandakı sidr ağacı kimi böyüyür. Onlar Rəbbin evində əkilib, onlar Allahımızın həyətində göyərir. Qocalanda da bar verəcəklər, təravətli, yamyaşıl qalacaqlar. Belə deyəcəklər, Rəbb haqdır, o mənim qayamdır, onda haqsızlıq yoxdur.